Əvvəl salam. Mən 2018-ci ildə oktyabrın 5-də əməliyyatdan keçmişəm. Gülay Əhmədova məni operasiya eləyib. Ondan bəri özümü yaxşı hiss edirəm. Bütün xəstəliyim gedib. Bugünkü gün 7 ildir. Bugünkü gün yoxlanışda elə bir dərmanlarımı da kəsdi. Bir sözlə qorxmayın da, bu xəstəliyə düşəndə qorxmayın. Yəni göydə Allah, aşağıda da Gülay xanım varsa, tapacaqsınızsa onun yerin yaxşı olacaq, qorxmayın. Bugün də dərmanlarımı kəsdi, ürək açığı ilə şad halda evimə qayıdıb gedəcəm. Bətulə xanımı 7 il bundan qabaq əməliyyat eləmişik. Çox qorxurdu, çox həyəcanlıydı. Allaha bu günə şükür olsun ki, hər şey qaydasındadır. Residiv yox, metastaz yox. Xəstənin canı sağlam. Sağlam. Tək insan var orada. Aynen. Odur ki, heç kim qorxmasın. Yəni ola bilər ki, həyatdır, çətinlikdir. Bir zaman süd vəzdə bir onkoloji törəmə baş verir. Xəstələr stresə düşür. Amma yəni tam sağalmış xəstələrin timsalında deyə bilərik ki, heç kim qorxmasın. Hər şey, yəni süd vəzi onkologiyası tam sağalan, müalicələnan xəstəlikdir. İnşallah hər kəs sağlam olsun, heç bir Qorxmayın, gəlin.